5 il bundan öncə sentyabrın 27-sində başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun böyük qələbəsi ilə başa çatdı. Vətənin mərd övladları bəşər tarixində misli görünməmiş qəhrəmanlıq nümayiş etdirib, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. İşğaldan azad olunan torpaqların hər daşında bir şəhidin izi qaldı. Canını vətənə fəda edənlərdən biri də Gizir Emin Alməmmədov oldu. Həmişə bilib avtomat alıb deyirdi ki, atam kimi mən də hərbiçi olur. O arzusuna çatdı, balam hərbiçi oldu. Ancaq axıra qədər davam edə bilmədi. 26-sı günü etiş gəldi, kim olmadı. Elə narahatam mən də ki, niyə evini zəng eləmir, 3 gündür danışmırıq. Bu boyda vaxtda 3 gün biz danışmamışıq. Yoxsa hər gün danışmışıq. Gəldi, dedi ki, Emin də danışın. Dedim, aşağı inməyim varmı? Dedi, inməyim yox, getməyim var. Dedim, hara? Dedi də güldü. O gülüş ömür boyu. Biz yanına gedənə qədər o gülüş yadımdan çıxmadı. Telefonu acıqlı yetişə verdim. Ya da gül bu nə deyir. Bilsəydim ki, son danışamdı. Axıra qədər yetişlə Eminlə danışardım. Ordumuzun Giziri Emin Alməmmədov 2020-ci il sentyabrın 27-sində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid sentyabrın 29-unda Şəmkir şəhərində torpağa tapşırılıb. Heç nədən qorxmazdı. Emin aprel döyüşlərində də iştirak edib, iyul döyüşlərində də iştirak edibdi. Emin iyul döyüşlərindən gələndə gəldi, evdə oturdu, ağladı. Dedim, Emin, niyə ağlayırsan? Dedi ki, niyə də ağlamayayım? Biz Polad Həşimov kimi qəhrəman itirmişik. Mən ona söz verirəm ki, mən onun yolunu davam elətdirəcəm. Belə də oldu. Sentyabrın 26-sı axşam saatlarında zəng elədi. Görüntülü zəng elədi. Dedi ki, üçünüz də baş-başa durun, mən sizi doyunca görüm. Mən də bir ağladım, dedim, Emin, niyə elə deyirsən? Dedi, narahat olma, dedi. Prosto istəyirəm ki, sizi doyunca görüm, yuxumu qatmışam. Vəsiyyətində də deyib, gedirəm, bu yolun dönüşü yoxdur. Gizir Emin Alməmmədov Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, vətən uğrunda, hərbi xidmətlərə görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.